Köhnəlib, hava dəyən kimi oksidləşməsi nəticəsində başqa maddəyə çevrilməsidir. Biz indi, bax buradan daha aydın görəcək, çünki bunun şəkilləri də var idi, yoxdur. Biz yenə də deyirik, yumurtanın qabıq hissəsi kalsium karbonatdır, təbaşirdir. Həmin təbaşiri parçalamaq üçün biz 20%li xlorid turşusundan istifadə edirik. 20%li xlorid turşusunu həmin bax bu yumurtanı sındırmaya fikir verin. Dedik yumurtanın üst hissəsi, qabıq hissəsi nədən təşkil olundu? Kalsium CO3 təbaşir, ASO. İndi bax bu xlorid turşusunu həmin təbaşirlə reaksiyasına baxacaq. Tökən kimi anında reaksiyanın getdiyini müşahidə edirik. Fikir verdiniz. Bax qaz qabarcıqları dərhal çıxmağa başlayır. Biz burada çıxan qaz qabarcıqlarından reaksiyasını da yazmışıq. Kalsium karbonatın üzərinə H-xlor gələndə oradan alınır kalsium xlorid, karbon qazı və bir də su buxarı. Bax, burada çıxan qabarcıqlar karbon qazının getdiyini göstərir, karbon qazının alındığını göstərir. Çünki xlorid turşusu bizim hələ xlorid turşumuz 20%lidir. 20%li xlorid turşusu nə deməkdir? Mən bax, burada 100 qram məhlul götürsəm, hər 100 qram 20 qram təkcə H-xlordur. Hələ bu təhlükəli maddədir. Təsəvvür edin ki, bu tamamilə xlorid turşusu olsa nə baş verərdi? Anında tökən kimi yumurtanın qabığı dərhal yoxa çıxardı. Deməli, bax, burada toplanan ağ köpüklər, qabarcıqlar hamısı karbon qazının alındığını göstərir və karbon qazının alınmağını biz sübut edəcəyik. Yanan kibriti dərhal söndürəcək karbon qazı. Çünki bizim iki qazımız. Oksigen qazı yanmağa kömək edir. Karbon qazı isə yanğını söndürür. İndi biz buradan çıxan qazı hələ ki müşahidə aparaq bir qismini, amma ağzını açıq saxladıqda karbon qazı çıxır. Məsələn, bax bu əhatədə karbon qazının miqdarı çoxalır. İndi Kəmal, sən bunu yavaşca aç. Mən bax, xeyli yanmağını gözləyirəm ki, gür yansın. İndi aç, dərhal. Gördünüz, dərhal söndür. İndi bağla, təzdən karbon qazı uçmasın. Bax, bir də təzdən uşaqlar. Orada da bəli, indi onu götürəcəyim. Bax, mən uzun müddət gözləyirəm, uzun müddət yanmağını gözləyirəm ki, biraz gür yansın. Aç. Gördünüz uşaqlar. Sən üstdən də çək, bir dənə sənə. Bax, bir də getdi. Bax, fikir verin, karbon qazı yanğını söndürür. Aç. Dərhal sönür. Bax, gördünüz? Dərhal sönür. Fikir verdiniz? Orada artıq qaz dəyən kimi dərhal sönür. Və bunu qoyuruq bir kənara, gələk görək burada vəziyyətimiz necədir. Artıq bizim bayaqdan apardığımız, indi mənə... Yox, partlamaz, yox. Biraz pauza ver ona sənə. Pauza istəyir. Bəs bunun formulunu hələ bir xəbərim də var sizə. Qoy indi bu reaksiya geçsin. Qoy bu reaksiya geçsin. Sizə bir xəbərim də var. Sabahlarım məktəbdə, 7-ci siniflərdə kimya fənnindən monitoring olacaq. Tüm yedilərdə sualları da tərtib etmiş. Həmin bax bu yumurtanın qabığındakı təbaşiri həll edən xlorid turşusunun reaksiyasını biz necə yazırıq? Təbaşirin formulu nədir deyin görün? Kalsium CO3-ün üzərinə H-xlor tökdük. Biz buradan nə aldıq? Kalsium xlor 2. Biz hələ təmlik keçməmişik, amma yavaş-yavaş artıq keçirik. Hansı qazın çıxdığını gördük? Karbon qazının, karbon qazının və su buxarı. Bax, bu reaksiyanın tənliyi budur. İndi isə sodamız var. Həmin soda ilə xlorid turşusunun reaksiyasını aparacaq. Sodanın formulu bilirik. Nə idi sodanın formulu? Natrium. Yox. Natrium HCO3. Bunun üzərinə xlorid turşusunu tökəcəyik və biz buradan da karbon qazının alındığını görəcəyik və bu kimyəvi reaksiyanın getdiyini göstərən əlamətdir. Biz hələ reaksiyaları keçməmişik. Yəni, gələcəkdə keçəcəyik. Karbon qazı və bir də buradan da su buxarı çıxacaq. Deməli, gəlin baxaq. Deməli, burada bizim başqa bir bunun görünən banka istəyirdim mən, görünən arxası görünür. O bankanı gətirin mənə. O bankanı gətirin mənə. Geniş deyəməm. Bir balaca dayandır. Bir qismi tökürəm. Bu sodaydı. Sodanın da xlorid turşusu ilə reaksiyasına baxacaq. Hə, eyb yox. Olan şey. Gördünüz? Yumurtanın taxtasına qaynasın var. Taxta baxma mən. Mən taxtadan sınıf etdim. Yumurtanın taxtasına
Onun için yumurta saxlamaq. Yoxlayaq deyəndə canımız gəlir. Üstünün yığılmalı gözləm. Bunu götür. Nə olur? Kimisi gecər. Çıxan qaz nə qazı ola bilər? Bax burada karbon reaksiyanın getdiyini görürük. Fikir verdiniz, uşaqlar su buxarı əmələ gəldi. Mən burada açın onu, reaksiyanı yazmışım. Kondensasiya. Bəli, su buxarı da əmələ gəldi. Həmin bax bu su buxarı. Çıxan qaz qabarcıqları karbon qazını göstərdi və əmələ gələcək dibində duz, həmin o natron florid duzudur. Biz onu buxarlandırma üsulu ilə bu qarışığın tərkibindən ayıra bilərik. Üsulları da keçmişdik sizlə. Və burada da karbon qazının olduğunu sübut eləmək üçün mən deyəndə qapağı açarsınız. Görək, burada da karbon qazı Onun üçün yumurta çıxacaq, açsaq yoxsa nə yox? olar? Açarsınız. Onun üçün yumurta açsaq nə olar? Yox, karbon qazı. Gördünüz. Mən də qaz çıxır söndürür. Daha yaxşı. Qaz yanmağa kömək eləyir də. Bax, mən gür yandırıram ki, daha gür olsun da, söndürməyə gücü çatmasın. Zəif ol. 2 dənə. Dayan. Gördünüz. Dərhal. Yerə baxın. Dərhal sönür. Dərhal. Nə qədər gür yandırsanız da mümkün deyil bunun yanmağı. Aha, bax, gür yandırıram. Aha. Dərhal da Yumurta açsaq nə olar? onun içində yumurta yox. Yumurta artıq orada heç bir şey eləməyəcək. Yumurtanı Bir biz yumurta burada- bidonundan. Yumurtanı biz burada görək. Soyuq deyəm amma çox soyuq. Buz kimi. Banka soyuq. Hətta yəni o sadəcə karbon qazına ayırdı. Karbon qazı istilik vermir ki. Bu da şey. Bax bu reaksiyanı indi mən qoyacağam ora. Ola bilər ki, bu reaksiya Yoxdur olur. axırıncı dərs sadəcə əlində əlcək olan karbon qazının getdiyini hiss edə bilər. İndi əlcəklərimizi taxın. Karbon qazının təbaşirin tərkibindən söküldüyünü hiss edə bilər. Əlinizə geyinin sadəcə yumurtaya toxunun. Yumurtaya toxunsaz artıq orada kimyəvi reaksiyanın getdiyini görəcəksiniz. Görsən cızıltını hiss edirsən. Çünki orada reaksiya baş verir. İndi götür əlbi. Aha, sən də vur. Mustafa vur, qorxma. Toxundur, toxundur. İşləməyəcək. Görsən reaksiya gedir ona görə. Elə bir qaz. Sən deyəm. Ay, sonra reaksiya gedir. Sonra kim toxunmaq istəyir? Mən. Getir. Aha, bura. Qumru. Hiss edirsən reaksiyanın getdiyini. Biz bunu burada da edəcəyik. Sonra Xədicə, toxuna bilərsiniz uşaqlar. Toxuna bilərsiniz kimyəvi reaksiyanın getdiyini. Burada artıq biz bunu götürə bilərik. Binyamin, kimya otağında yox, əslində bizə bilsiz nə lazım? Qaşıq kimi şey, onu necə edə bilərik? Yox, ora getmək istəmirəm. Mustafa, bir dənə get bu fes. Bax, karbon qazının çıxmağını müşahidə edirik. Karbon qazı. Mən sizlə fil dişi məcunu reaksiyasında aparacağım. Bax, bu da Fil dişi. O qədər şeysin. O nədir? Filin dişində. bu hələ də reaksiyanın getdiyini göstərir. İndi biz yumurtanı əlimizə alanda görəcəksiniz reaksiyanın nəticəsində artıq. Az köpür. Bu niyə bu? Mən qaz hissi gəldi. Çünki buna mən daha çox tökmüşdüm. Flor turşusu. Bu qoxuya bir dənə. Buradakı reaksiyamız, buradakı əmələ gələn hansı qazdır? Natron klorid qazı, duzlu su. Qalit mineralıdır tərkibində. Bu klorid duzunu su ilə qarışdırır. Biz bunu hansı sulla ayırarıq kim deyər? Xörək duzunu sudan hansı sulla ayırarıq? Sadə distillə, bəli. Fraksiyalı distillə. Və fikir verirsiniz, banki əl vura bilərsiniz. Soyuqdur. Altına çok soyuqdur. Çünki istiliyin olması ilə Sadə duzlu sudur. Mənim axı soyuq. Tökülür. yox, tökülməz. Gəl görək. Ay, sağ ol. Qaşıq gətirdi. Qaşıq? Sənəm gətirim mən. Hə. Namıq müəllim yolladı, gəlir Namıq müəllim. Bura gəlir. Niyə? Bilmirəm, deyəsən bu tərəflərə yaz. Siz ikiniz də getmişdiniz qaşığın dalınca. Bəli. Bir Sənəm nəfər əvvəl gedərdi də. Mən sənəm gəldim, mən. İkiniz də getmişdiniz qaşığın dalınca. Aha. Biz buradan.
Aha, bizim sürprizimiz çıxmalıdır indi buradan. Aa, sarıl. Kinder sürpriz. İndi mənə bir dənə nəsə verin ki, mən onun üstünə qoyacağam. Bu işlənmişdi. Bayaq köhnə salafanımız və yaxud da əlceviz var idi. Onlara getdi. Ya vərəqləri. Ay, sol getir onu mənə. Sakin. Biraz aşağı. Biz köpüyü yığırıq. Karbon qazının Qabığı gedir. əmələ gətirdik köpüyü. Yaxşı ki. Aa, sapsarı. Qabığı gedir. Ben şey var ya, jöle kim olur diye. O çaylandı. Sən salfetka. Salfetka verin. Çünki kalsium karbonatı. Biraz soğudandı. Yemek olar mı? Yox. Göbeci pişip götürüyor. Elemedim. Üstündeki bir tane kabak kaldı. Videoya düşürsünüz. Birisi deri kaldı. Çünki belə eləcəksinizsə mən növbəti dəfə reaksiyalar aparmayacağam. Biraz da koysadık yumuşak olasın. Çok bir şey yapar. Toxunmaq istəyirsiniz, ehmallıca toxunun. Heç belə yumurta görmüşdünüz? Hayır. Heç belə yumurta görmüşdünüz? Bəli. Bəli. Kaynağı üstüne otardan. Yox. Yəni çiğdə məsələn. Əlcəyim yoxdur. Təbaşirin tamamilə reaksiya nəticəsində dağılan yumurta El vurabilirim ama böyle. Yox. əlindən Gətirirsən. aha, görürsüz. Hətta El tərkibini vurabilirim Mən dedim ki, mən ata bayağı. El vurum ama. Məhəmməd deyə bilərəm. Ben de ne geçeyim ben? Şirin demem. Şirin. partlatsanız içindən bütün sarısı tökülər. Nə olacaq? Bu çiğdir, bu pişməyib, bağlımız getməsin o birisinə. Ehmallıca parmaq lazımdır bunu. Gördünüz uşaqlar bunu da. Mənə yalın, Toyuqlar əziyyət çəkib. mənə yalın əlinə toxunsaq nə var? Nə? Sadə, belə ətrəksiz toxun. Toxunduq Heç nə, biz. gəl İşte toxun. toxundular da mən. Yumurtadır da. Və sirkə Gətir ver mənə. Qorxma. Bir bağlayacağım. İşləməz. Amma suludur da, kislatalıdır. Çox hələ silərdi. Silərdi. Ah, bu da belə. İndi pauza ver.